Əleyhissalama yaxınlaşır bir nəfər, deyir ki, sən Peyğəmbər sünnətinə niyə əməl eləmirsən? Buyurur, nə sünnət? Deyir ki, Peyğəmbər buyurub, saça saqqala xına çəkin. Əleyhissalam deyir ki, düzdür buyurub. Amma soruş ki, niyə buyurub? Keçmişdə Peyğəmbər zamanında müstəhəb idi ki, kişilər xına çəksin. İndi əleyhissalam deyir, mən bunu əməl eləmirəm, amma soruş ki, niyə Peyğəmbər buyurub ki, saqqala xına çəkin, onu sənə izah edeyim. Onun mənası budur ki, o zaman Peyğəmbər zamanında müsəlmanların sayı az idi, düşmənin sayı çox idi. Müsəlmanların içində qoca, yaşlı adamlar çox idi və qoşunlar üzbəüz dayananda az bir dəstə qoca, zəif adam görüntüsü yaranmasın deyə Peyğəmbər deyirdi ki, saqqalıza xına çəkin ki, sizin qocalığınız, zəifliyiniz bilinməsin. Psixoloji baxımdan düşmən cürət tapmasın sizə. Amma bugün əlhəmdülillah müsəlmanların sayı çoxdur, düşməndən də çoxdur, xına hökmü qüvvədən düşdü də. Necə ola bilər əleyhissalam Peyğəmbər sünnətini dəyişdi? Xeyr, dəyişmədi. Peyğəmbər niyə deyirdi, o məsələ yerində qalır. O məsələ yerində qalır ki, qüdrətli olun. Amma xına, zahiri məsələlər önəmli məsələdir. Bəziləri deyir, yox, hədis varsa qutardı. Hədisi dəyişməyəcəksiniz ki. Məsələn, qısa şalvar giyinirlər. Qısa şalvar giyinirlər, hədis var bu barədə. Hədis var Peyğəmbərdən ki, paltarlarınızı qısa eləyin. Amma soruşmurlar, niyə Peyğəmbər bunu buyurur? Niyə olsa bəlli olar ki, da bugün şalvarı qısaltmağa ehtiyac yoxdur. Ona görə Peyğəmbər bunu buyurub ki, o zamanın müşrikləri, bütpərəstləri, onların başçıları uzun əba giyinərlərmiş, əba yerindən sürünərmiş. Bu bir növ təkəbbür əlaməti imiş. Özləri gedərmiş, əbası arxasıca sürünə-sürünə gələrmiş. Bu, bunlar üçün böyülənmək və təkəbbür əlaməti idi. Peyğəmbər buyurdu ki, siz təkəbbürlü olmayın, onlara oxşamayın, təvazökar olun, odur ki, əbalarınızı qısaldın ki, təvazökarlıq əlaməti olsun. Amma bugün bir adamın şalvarı ayaqqabısının üstünə çıxırsa, kimsə baxır, deyir, bu təkəbbürlü adamdır, xeyr. Odur ki, bu hökm ki, qısa giyinin qüvvədən düşdü. Çünki nəyə görəsə aradan gedir. Nəyə görəsi? Nəyə görə sabit qalır? Qiyamətə qədər İslam bizə buyurur ki, təkəbbürdən uzaq olun. Amma təkəbbürün əlamətləri hər zamanda dəyişə bilər. Amma yox, biz ancaq dinin zahirinə baxsaq, ruhun tanımasaq, gözə Peyğəmbər hədisini necə qüvvədən salmaq olar? Peyğəmbər özü də bu zamanda yaşasaydı, deyərdi, şalvarı qısa eləməyə ehtiyac yoxdur. Bu bir növ yüngüllük yaradar. Gözdən salar sizi.